Hər vaxtınız xeyirli olsun, əziz və dəyərli izləyicilər. Birlik Liqası Həvəskarlar futbol turnirində Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışmasında hər birinizi xoş gördük. Meydanın sol tərəfində Vətən komandası, sağ tərəfdə isə Cleanfix komandası. Hər iki komandaya vururlar. Asiman ötürməsi müdafiə qarşılayır. İbrahimin nəzarəti top yan xəttdən kənarlaşır. Top İbrahimdə, top Vətən komandasında. Asiman, İbrahim, qısa ötürmələr. Top İbrahimdə öz komanda yoldaşlarını axtarır. Asiman, top Asimanda. Surətə doğru ötürmə. Əli, sürətdən ötürmə Əliyə doğru. Əlidən yanlış ötürmə. Top yenidən Əlidə. Qarşılıqlı top içkiləri var bu dəqiqələrdə. Top Asimanda. Asimanın ötürməsi uğursuz. Təkrar topu qazandı Asiman 2 mübarizədə. Asiman, İbrahim, Əli. Əlidən gözəl rit. Top Əlidə ötürməsi uğursuz. Adəm onu qarşılayır. Top Cleanfix komandasında. İbrahim birbaşa qapıcı İbrahimə doğru ötürmə. İbrahimdən uzun ötürmə. Öz həmkarına tərəf. Həmkar istiqamətində. Top Vətən komandasının kiperində. Asiman. Asiman hələ ki topla irəliləyir. Uzun ötürmə. Qeydiyə qalınır. Oyunun ilk dəqiqələri kəşfiyyat xarakterli məcrada davam edir. Qısa ötürmələr Cleanfix komandasından. Yeni hücum qurmağa çalışır onlar. Dərmə zərbəsi. Hakimin göstərişi belədir. Top Cleanfix komandasında. Qısa ötürmələr. Top itkisi. Top surətdə. Surətdən gözəl rit. Yan xəttdən Vətən komandası topu meydana daxil edir. Top əlini zərbəsi və mükəmməl reaksiya İbrahimdən. Yan xəttdən Vətən komandası. Oyunbaşı İbrahimin zərbəsi və iki gözəl hərəkət. Mükəmməl hərəkətlər. Qısa zaman ərzində oyunda temp yaranır. İkinci zərbəsi ilə. Top kiperə doğru. Əks hücum top Adəmdə. Top Cleanfix komandasında. Qarşılıqlı top itkiləri. Bir anda oyunumuza temp gəldi. Adəm. Qapı istiqamətinə zərbə. Yan xəttdən Cleanfix komandası top meydana daxil edir. Top Samirdə. Gözəl hərəkətlər, sürətdən gözəl müdaxilə. Gözəl reyd və cərmə zərbəsi. Bəli, bu epizod təmiz cərmə zərbəsi. Çəkiliş o bir kanal üçündür. Fəqan ona görə. Canlı bu qayda. Qapı istiqamətinə zərbə top qapıdan yan keçir. Deyirəm ki, adamı necə də boksdan. Qapıcıdan ötürmə. İbrahim. Əlinin ötürmə. Qapıya zərbə və müdaxilədən. Gözəl müdaxilə müdafiəçilərdən. Top Əlidə komanda yoldaşlarını axtarır. İbrahim. Əlinin zərbəsi və top qapıdan yan keçir. Gözəl düşünülmüş bir hücum cəhdi. Top Cleanfix komandasında. Qapıya zərbə. İbrahimdən gözəl seyf. Cleanfix komandası hücum axtarışında, qol axtarışında. Adəmin ötürməsi. Bəhlul, top Bəhlul. Qapıya zərbə və qapıdan gözəl reaksiya. Təkrar zərbə imkan verilmədi. Bu dəqiqələrdə Cleanfix komandası da aktivlik nümayiş etdirir.
Birlik Liqası, Ramanı qəsəbə şəhəri Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol yarışması. Vətən və Klinfix komandaları qarşı-qarşıya gəlir. Top hal-hazırda Vətən komandasının kiperində. Qapıcı vuruşu ilə top meydana daxil edilir. İbrahim Adəmdən ona qarşı pressing tətbiq olunur və cərimə zərbəsi baş hakimin qərarına əsasən İbrahimin qısa ötürməsi 50-yə doğru Bayramov təkrar ötürmələr. İbrahimdən ötürmədə yanlış. Qapıya zərbə və yenidən İbrahimin öz səhvini sığortalayır. Klinfix komandası yan xəttdən top meydana daxil edir. Tam müdafiəyə doğru ötürmə. Samirə doğru ötürmə yanlış alındı. Sona qədər mübarizə, top qazanılır. Adəm cərimə zərbəsi, ona qarşı kobudluq. Yayınınıza yeni qoşanlar, bir daha xoş gəlmişsiniz. Klinfix komandası cərimə zərbəsi topu meydana daxil edəcək. Qısa ötürmələr. Adəm komanda yoldaşlarını axtarır. Gözəl hərəkətlər. Geriyə doğru ötürmə. Qarşılıqlı top itkiləri. Asiman İbrahimə doğru ötürmə. İbrahim Asimana təkrar ötürmə. Vətən komandası qol axtarışında. Surət ötürmə cəhdi yanlış. Adəm uğursuz toxunuş. Yan xəttdən təkrar zərbə. Vətən komandası. 0-0. Vətən 0 Klinfix. Bayramov Asimanın ötürməsi. Bayramovdan gözəl hərəkətlər. Qısa ötürmələr. İndi qapıcıdan yalnız indi uzun ötürmə Surət istiqamətində. Gözəl ram edir topu. Yan xəttdən Klinfix komandası top meydana daxil edir. Adəm müdafiə xəttində ötürmə. Uzun ötürmə yalnız indi. Qapı və müdafiənin işbirliyi və top meydana daxil edir. Yan xəttdən Klinfix komandası top meydana daxil edəcək. Top Klinfix komandasında. Vətən komandasından pressing. Klinfix komandası öz sahəsindən yaxşı çıxır. İndi isə yan xəttdən təkrar zərbə ilə meydana daxil edir topu. Adəmin ötürməsi komanda yoldaşlarından heç kim tapılmadı. Kün zərbəsi ilə Klinfix komandası top meydana daxil edəcək. Bir ev tapşırır. Qapıya zərbə amma istənilən kimi alınmadı. Uğursuz bir cəhd. Qapıcı vuruşu da top meydana daxil edilir. Vətən komandasının uzun ötürmə əli istiqamətində. Əli topu düzgün ram edə bilmədi. Top Klinfix komandasında Adəm müdafiəyə doğru ötürmə. Bəhlul, Adəm. Bu dəqiqələrdə Klinfix komandası təşəbbüsü ələ alır. Bəhlul ötürməsi uğurlu alınır. Qapı istiqamətinə zərbə və qapıcı vuruşu ilə Vətən komandası topu meydana daxil edir. Asiman tələsmir. İbrahim Asiman qısa ötürmələr. Bayramov, top Bayramov ötürülür. Bayramovdan ötürmədə yanlış. Klinfix komandası yan xəttdən top meydana daxil edir. Adəm geriyə doğru ötürmə. Qısa ötürmələr. Bəlkə onlar bir-birini yaxşı anlayır. Adəm İbrahim müdaxiləsi. Əks-hücum cəhdi mərkəz xətti yaxınlığında. Qarşılıqlı top itkiləri Asiman. Ötürməsi Surətə doğru.
Sürətdən uzun ötürmə, kəs toxunuş və şüz zərbəsi. Vətən komandası şüzdən zərbə ilə top meydana daxil edir. Asiman. Qapıya zərbə və şüz zərbəsi təkrarlanır. İbrahim cəld şəkildə onlar top meydana. Asiman zərbəsi və bu dəfə də dəqiqlik imkan vermədi. Elə ki, İki hissənin ortaları hər iki komanda sakit tələsmədən. Bəlkə bir qol oyunumuza rənc qatar. Adəm və qapıcıdan gözəl müdaxilə. Korner. İkinci zərbəsi ilə Klimfis komandası top meydana daxil edir. Qapıya zərbə müdafiəçilərin sayıq davranışı. Yan xəttdən Klimfis komandası. Ötürmə. Ay. Zərbə istənilən kimi alınmadı. Vətən komandası qapıcı vuruşa topu meydana daxil edir. Asiman. Top Asiman'da komanda yoldaşlarını axtarır. Uzun ötürmə Klimfis komandası. Əşüzümcan alınmadı. Bayramov, İbrahim. Ona qarşı güclü pres var. Pressing tətbiq olunur. Gözəl təzyiqdən oturmağı bacarır. Sürətin ötürməsi və İbrahimdən sayıq davranış. O birbaşa zərbə. Hücum davam edir. Hələ ki top Bayramovda. Bayramovun ötürməsi. Adəm. Oyunumuz canlanmağa başlayır. Əşüzüm şansı və ötürmə uğursuz alınır. Daha uğurlu şəkildə bitirmək olardı hücumu. İbrahim. İbrahimdən uzun ötürmə əli istiqamətində. Əlidən zərbə. Dəqiqlik çatmadı. Top İbrahim'də. Klimfis komandasının qalkiperi İbrahim. Qapıcı vuruşa topu meydana daxil edir. Adəmə doğru ötürmə. İbrahim'dən ona qarşı güclü təzyiq var. Təkrar qapıcı İbrahim'ə qədər top ötürülür. İbrahim özü irəliləyir. İbrahim'in uzun ötürməsi həmkarına doğru və az qalsın oyunda hesab açılacaqdı. Bayramov. Gözəl hərəkətlər izləyirik Bayramovdan, amma top itkisi. İbrahim. Bayramov. Surət. İskəndərovdan gözəl hərəkətlər. Bir əlimdən sırmağı bacarır. Qapı istiqamətində zərbə və korner. Yan xəttdən Vətən komandası top meydana daxil edəcək. Sürətin ötürməsi İbrahim. Müdafiəçilər sayıq davranır. Yan xəttdən təkrar Vətən komandası topu meydana daxil edir. İbrahimin ötürməsi. Bayramovun zərbəsi və kiperdən gözəl reaksiya. İki gözəl hərəkət izlədik. Hesab atsa bilərdi. Asiman, yan xəttdən qapıcı. İbrahim. İbrahim'də komanda yoldaşlarını axtarır. Ötürməsi alınmadı. Təkrar vuruş yan xəttdən İbrahim. Asiman, İbrahim. Bu ikili bir-birlərini çox gözəl anlayır. Təkrar top Asiman'da. Komanda yoldaşlarını axtarır. İbrahim. Surət. Top İskəndərova doğru ötürülür. İskəndərovdan gözəl hərəkətlər. Bir rəqibdən sıyrılmağı bacarır. Bayramov. Bayramovun ötürməsi uğursuz alındı. Düşüncəsi gözəl idi. Əşüzüm Klimfis komandasından gözəl ötürmə. Qapıcı nəzarətlə top oyuna daxil ediləcək. Hakim tələsdirir. Tələsmək lazımdır. İbrahim. Uzun ötürmə İbrahim'dən. Klimfis komandası mərkəzdən hücum cəhdi. Top itkisi. Top Klimfis komandasında. Qapıya doğru zərbə və dəqiqlik imkan vermədi ki, oyunda hesab açılsın. İbrahim, mövqe dəyişikliyi görür Asiman və İbrahim. Təkrar İbrahimə doğru ötürmə. Surət. İbrahim, oyun davam edir. Orada bir qarşılığı yaranıb, amma Adəmə doğru ötürmədə dəqiqlik çatmadı. Hesab açmaq da olardı. Qapıcı vuruşuyla top meydana daxil edilir. Top Vətən komandasında. Vətən 0, Klimfis 0.
Birlik Liqası. Ramanı Qəsəbə şəhəri Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olunmuş futbol turniri. İkinci turun ilk oyunu. Cərimə zərbəsi. Bayramovun etirazı. Hakim isə qərarını dəyişmir. Təhlükəli bir nöqtədən Klimpix komandası cərimə zərbəsini yerinə yetirəcək. Cəsarət, topun arxasında cəsarəti görürük. Cəsarət. Qapıya doğru zərbəsi və müdafiəçilərdən anında müdaxilə. Üçüncü zərbəsi ilə Klimpix komandası top meydana daxil edir. Adəm Bəhlul onun yaxınlığında komanda yoldaşlarını axtarır. Bəhlula doğru ötürmə. Gözəl hərəkətlər. Gözəl ötürmə. Qapıya zərbə və gol! 1-0. Vətən 0, Klimpix 1. Qolun müəllifi Bəhlul. Bəhlulun gözəl və dəqiq zərbəsi ilə 1-0. Vətən 0, Klimpix 1. Bəhlulun qolu ilə oyunda hesab açılır. Mərkəz vuruşu ilə Bayramovun ötürməsi. Vətən 0, Klimpix 1. Asiman. Asimanın zərbəsi təhlükəli idi, amma dəqiq getmədi. İbrahim qapıcı vuruşa topu meydana daxil edir. Adəm. Adəmin ötürməsi Bəhlul istiqamətində. Bəhlul. Asiman mübarizəsi. Asiman topu qazanır. Hələ ki mübarizə davam edir. Yan xəttdən. Sürət. Top sürətdə ötürməsi alınmadı. Adəm. Qapıya zərbə və az fərqlə top qapıdan yan keçir. Özün və komandasının ikinci qoluna çox yaxın oldu Bəhlul. Qapını tez-tez yox. Asiman. Qapıcı vuruşa top meydana daxil edilir. Asimandan ötürmə. Bayramovun ötürməsi uğursuz, toxunuş uğursuz, amma topu yenidən qazanır. Sürət. Top İskəndərovda top itkisi. Yenidən qazanır Asiman. Klimpix komandasının da güclü təzyiqini görürük. Asiman, İbrahim. Qısa ötürmələr. Asiman. Bəhluldan ona qarşı pres olunur. Sürət. Top sürətdə. Sürətin ötürməsi. Cəsarətdə ötürmə. Cəsarət. Yanlış, ötürmədə yanlış. Sürət. Qapıya zərbəsi və İbrahimdən gözəl reaksiya. İki gözəl hərəkət, iki gözəl. Refleks izlədik. Gün zərbəsi ilə. Müdafiə 2 nəfər ara gedir. Qapıcı vuruşu ilə Klimpix komandası top meydana daxil edir. Uzun ötürmə Adəm istiqamətində. Adəm komanda yoldaşlarını axtarır. Bəhlul istiqamətində ötürmə. Cəsarət. Cəsarətin ötürməsi. Ötürmədə yanlış. İbrahimə doğru ötürmə Bayramovdan. Asiman. Sürət. Top İskəndərovda. Çox texnikalı oyuncudur. Amma bu qarmaşadan çıxmağa bacarmadı. Adəmə doğru Bəhluldan gözəl ötürmə. Bayramovdan ona qarşı pressing. Adəmin ötürməsi uğurlu alınır. Cəsarətin ötürməsi gözəl alınır. Oyuncular qarşında. Oyuncu yanında dayanır. Açılışı ilə top müdafiə edilir İbrahim. Asiman. Bayramov istiqamət ötürmə, qapıcıdan müdaxilə. Vətən komandası top meydana daxil edir. Cəhdə uğursuz alınır. İbrahimin ötürməsi top Klimpix komandasında. Cəsarət ötürməsi. Adəm. Bəhlul istiqaməti. Gözəl ötürmələr izləyirik. Son anda Asimanın müdaxiləsi. Bəlkə də hesab arasında fərq arta bilərdi. Bəhlul. Komanda yoldaşlarını axtarır. Bəhlulun ötürməsi, müdafiənin müdaxiləsi. Təkrar zərbə yerinə yetiriləcək. Yan xəttdən. Bəhlulun ötürmə. Qapıya zərbə və qapı tirindən geri qayıdır. Top Klimpix komandasında. Mərkəzə top itkisi. Əli istiqamətində gözəl ötürmə. Əli. Müdafiəçilərdən gözəl reaksiya.
Gözəl müdaxilə. Al hızlı, başla. Yan xəttdən Klimsk komandası top meydana daxil edəcək. Elmir kalk da, Elmir kalk. Elmir zədələnmişdi, indi isə Biraz döz, az oyuna yenidən qayıdır, bərpa olunur. Adəm cərimə zərbəsi İbrahimin müdaxiləsinin sərt olduğunu bildirir. Elşən Məmmədov oyunun baş hakimi. Adəm. Elmi koydun mu sen? Elmi sen mi? At, elmi at. Cərimə zərbəsini yerinə yetirməyə hazırlaşır Adəm. Biri kaldı ya. Biri kaldı bas. Bir el biraz orada. Adəmin zərbəsi və canlı səthdən top keçmir. Yan xəttdən Klimsk komandası top oyuna daxil edir. Onlar tələsmir. Bir sıra hesabı hələ ki onları qane edir. Cəsarət. Gözəl hərəkət izlədi cəsarətdən. Ötürməsi uğursuz alınır. İbrahimin ötürməsi Asimana doğru. Surət İskəndərov. Top Surətdə. Ötürməsi Bayramov istiqamətində uğursuz alınır. Bəhlul. Asiman qarşılayır onu. Hücum davam edir. Bayramov, top Bayramovda. Və ona qarşı koludur. Vətən 0, Klimfix 1. Oyunun ilk hissəsinin sonlarına yaxınlaşırıq. Surət, Asiman. Asimandan gözəl ötürmə Bayramov. İstədiyi kimi topu qəbul edə bilmədi. Bəhlul. Hissənin sonu Adəmdən gözəl ötürmələr izlədik. Qapıcının müdaxiləsi. Bəlkə də hesab arta bilərdi. İbrahim. Surət. Gözəl müdaxilə. Yan xəttdən Vətən komandası top meydana daxil edəcək. İbrahimdən qapı önünə uzun ötürmə. Hücum davam edir. Cərimə zərbəsi. Cərimə zərbəsi ilə Vətən komandası top meydana daxil edir. 1-0, Klimfix 1, Vətən 0. Cərimə zərbəsi ilə top meydana daxil ediləcək. Asimanın ötürməsi İbrahim istiqamət. İbrahimin zərbəsi isə istənilən kimi alınmır. Dostum ne kadar kalır? Qapçı vuruşu ilə Klimsk komandası top meydana daxil edəcək. Qapçı tələsmir. Bu başa düşürsə onları qane edir. İbrahimdən uzun ötürmə. Birbaşa həmkarına doğru. Sənin sonlarına yaxınlaşırıq. Vətən 0, Klimfix 1. Akşin meydanda görürük, oyuncu dəyişikliyi. Klimsk komandasında Akşin. Akşin ötürməsi uğurla alınır. Gözəl ötürmələr. Və qapçının müdaxiləsi Klimsk komandası. Növbəti qola yaxınlaşmışdı və qapçının ayıq sayıq onu. Hesabın atmasına imkan vermədi. Adəm komanda yoldaşlarını axtarır. Qısa ötürmə. Bəhlul istiqamətində Bəhlul, Adəm. Bəhlul. Akşin istiqamətində ötürmə. İbrahim. İbrahimdən uzun ötürmə. Qapıya zərbə və İlk hissəmiz bu zərbə ilə başa çatır. Az fasilədən sonra yayınımız davam edir. Bir daha hər vaxtınız xeyirli olsun əziz və dəyərli izləyicilər. Birlik Liqası Ramanı qəsəbə şəhəri Cavid Cabbarzadənin əziz və dəyərli xatirəsinə həsr olmuş futbol yarışması. Meydanın sağ tərəfində Vətən komandası mərkəz bölgə topu meydana daxil etdirir. Sol tərəfdə isə hal-hazırda topla olan heyət komanda isə Klimfix komandası və onlar 1-0 hesabı ilə hələ ki qələbə qazanırlar. Gözəl hərəkətlər müdafiəçilərdən. Qapıcı İbrahimdən gözəl müdaxilə. Biraz da səhv müdaxilə. Adəmin etirazı. Yan xəttdən top oyuna daxil ediləcək. 1-0.
Vətən 0, Clean Fix 1. Birlik Liqası Cavid Cabbarzadənin, Ramana Qəsəbə şəhəri Cavid Cabbarzadənin əziz və dəyərli xatirəsinə sığınmış futbol yarışı. Vətən 0, Clean Fix 1. Yan xəttdən Vətən komandası top meydana daxil etməyə hazırlaşır. İbrahim top meydana daxil edir. Asimana doğru ötürmə, qapıya zərbə və qapçı vuruşuyla Clean komandası top meydana daxil edir. Onlar tələsmir, 1-0 hesabı hələ ki onları qane edir, amma arxayın olmaq olmaz. Adəmə doğru ötürmə qapçıdan. İbrahim və Adəm arasında mübarizə və cərimə zərbəsi təyin edir. Adəm cəld bir şəkildə topu meydana daxil edir. Bəhlulun ötürməsi uğursuz alınır. Davam edir. Asiman. Qapıya zərbə və müdafiəçilərdən gözəl reaksiya, amma zədəli oyunçu var meydanda. Ümid edirik zədəsizlikdə olmaz. Yanılmıramsa Bəhlulun zədəsi var. Öz etirazını bildirir. Yan xəttdən Vətən komandası top meydana daxil edir. Xeyr, üzr istəyirəm. Clean komandasına və fair play qaydalarına riayət olunaraq əhsən ötürmə rəqib komandaya top ötürülür. Oyun bərpa olunur. Asiman, İbrahim, Kənan. Qapçı dəyişikliyi görür ikinci Vətən komandasından. Bayramova qarşı presling və top itirilir. Qapıya zərbə və Adəmin zərbəsindən sonra az fərqlə top qapıdan aralı keçir. Clean komandası güclü presling nümayiş etdirir. Surət top surətdə, Surət itirməsi uğursuz alınır. Üçün zərbəsi ilə Vətən komandası Bayramov ötürməsi Asiman istiqamətində. Qapıya zərbə və istənilən zərbə alınmadı, bizə uğursuz alındı. Vətən 0, Clean Fix 1. Akşin ötürməsi Bəhlul istiqamətində uğurlu alınır. Asimanın müdaxiləsi İbrahim köməyə gəlir. Akşindən gözəl hərəkətlər. Ötürməsi uğurlu alınmadı. Qapçı kənarında müdaxilə Adəm. Aşağı top içəcədir və Adəmin etirazını izləyirik, amma qərar dəyişmir. Eşandan da qərar dəyişmir. Vətən komandası tələsir. Asimandan ötürmə Surət istiqamətində. Surət qapıya zərbəsi və İbrahimdən gözəl müdaxilə. İki gözəl hərəkət ardarda. Hesabın bərabərləşməsinə imkan vermədi. Bayramovun zərbəsi və bu dəfə də Vətən komandası yan xəttdən top meydana daxil edir. Vətən komandası təzyiq göstərir. Qol axtarışında onlar, hesab onları itirqani etmir. Kənan, top Kənanda. Kənan uzun ötürməsi, Akşindən müdaxilə. Bəhlul istiqamətində gözəl ötürmə, amma alınmadı. Asiman Əsədzadə Asimanda İbrahim Kənana qarşı preslik az qalsın. İbrahim az qala bu səhv onlara baha başa gələcəkdir, amma xoşbəxtlikdən cəhd uğursuz alındı. İbrahim Surət Bayramova doğru ötürmə. Bayramov Asiman Surət cəhd uğursuz alınır. Bəhlul və cərimə zərbəsi. Mərkəz xətti yaxınlığından Clean komandası cərimə zərbəsi yerinə yetirir. Topun arxasında Elmiri görürük. Canlı səth təyin olmuş məsafəyə çəkilir. Elmirin ötürməsi bu bir ev tapşırdı. Adəm və cəhd uğursuz alınır. Onlar birini yaxşı anlaya bilmədi.
Vətən komandası kiperi. Top meydana daxil edir. Bayramova doğru ötürmə. Bayramov. Təkrar Qaçiperə doğru ötürmə. Kiperdən uzun ötürmə. Elmirdən gözəl müdaxilə. Kocaman müdafiəsi. Öz növbəsində İbrahimdən də müdaxilə. Top Adəm. Adəm və Bəhlul bir-birlərini anlaya bilmədi. Adamın elədiyi sərvə deyildi. Açıq ayaqda. Asiman. Onun yoldaşlarını axtarır Asiman. Əsədzadə. Ona qarşı bizi presini izləyirik. Ötürməsi alınmadı. Top içisi. Topuya zərbə və hesab arasında fərq artırmaq olardı. Azadlıq dəyiliyi imkan vermədi. Asiman. Kiperdən Asiman doğru ötürmə. Asimandan qısa ötürmə Surət istiqamətində. Surət. Surətin zərbəsi. Müdafiə xəttinin sayıq davranışı. İbrahim top kiper. İbrahimin birbaşa zərbə cəhdi uğurlu alınmadı. Həmkarına qədər top gəlib çatır. Yan xəttdən Vətən komandası top meydana daxil etdi. Asiman, Kənan, Asiman təkrar ötürmə. Qısa ötürmələr. Surət. Ona qarşı sərt reaksiya daxilə var idi, amma top onlarda qaldığı üçün avantaja buraxıldı oyun və üçün zərbəsi ilə Vətən komandası top meydana daxil edəcək. İbrahim. Adəmdən ona qarşı pressing tətbiq olunur. İbrahim. Asiman. Qapıya zərbə. Müdafiəçilərdən müdaxilə. Vətən 0. Klinfix 1. Bayramov. Adəm. Hücum cəhdi. Əsədzadənin müdaxiləsi hücum cəhdi Akşin. Top Klinfix komandasında Akşin komanda yoldaşlarını axtarır. Ötürməsi. Qapıya zərbə və Əla, yaxşıdır. hesab arasındakı fərqi artırmaq olardı. Bu dəfə dəqiqlik çatmadı onlar əşüzümə. Səliqəli şəkildə çıxır Klinfix komandası və son zərbə dəqiq olmur. Bayramov. Ona qarşı pressing. Bayramovdan gözəl hərəkətlər, heç nə yoxdur, hakim bildirir. Akşin. Ötürməsi. Təkrar ötürmə Akşinə doğru. Yetişir topa. Top meydanda qalır. Əsədzadə özünü yetirir. Surətin uzun ötürməsi. Bayramov istiqamətində. Bayramov. Qapıya zərbəsi və Akşindən gözəl müdaxilə. Bəlkə də hesabın bərabərləşməsinə gətirib çıxara bilərdi. Asiman. Asimanın zərbəsi. Vətən komandası bu dəqiqələrdə fəallığını artırır. Top elə Surətin məhz özündən meydanı tərk edir. Klinfix komandası tələsmir. Elmirin uzun ötürməsi. Vətən komandası az qala səhv edəcəkdir. Surət. Qapıya zərbəsi və top qapı tirindən geri qayıdır. Hesabı bərabərləşdirmək olardı. Bayramovun zərbəsi yenə İbrahimdən gözəl reaksiya. İbrahim bu dəqiqələrdə komandasına yeni nəfəs gətirilirsə yanılmarıq. Müdafiəçilərdən gözəl müdaxilə. Əsədzadə top Asimanda. Asimanın ötürməsi. Surətin akrobatik vuruş cəhdi alınmadı. Klinfix komandası tələsmir. Bu dəqiqələrdə Vətən komandası çox fəal görünür. Onlar qol axtarışında İbrahim. Ötürmə cəhdi uğursuz. Asiman. Bayramov. İbrahimin zərbəsi. İbrahimə qarşı pressing tətbiq olunur. Top elə ki İbrahimdə. Ötürməsi. Bəhlul. Klinfix komandası. Oynamaq lazımdır, oyunun başı hakimi bildirir. Bayramovun zərbəsi isə istənilən kimi alınmadı. Surətin ötürməsi uğurlu alındı. Oyunda qısa fasilə yaranır. Az fasilədən sonra oyunumuz qaldığı yerdən bərpa olunacaq. Oyunumuzda qısa fasilə başa çatır. Vətən 0, Klinfix 1. Oyun qaldığı yerdən bərpa olunur. Qapçı vuruşu ilə Klinfix komandası top meydana daxil edir. İbrahimdən uzun ötürmə Adəm istiqamətində. Bayramov. Bayramovun qapıya zərbəsi. Cəhd uğursuz alınır. Bəli, A qrup çərçivəsində.
Adəm istiqamətini ötürmə İbrahimdən. Adəm komanda yoldaşlarını axtarır. Qəşən. Qəşən. Bizdə. Bir. Yan xəttdən Klimsk komandası top meydana daxil edir. İkinci hissənin sonlarına yaxınlaşırıq. Elmir. Elmirin zərbəsi Asimandan müdaxilə. Top hələ ki meydanda. Gərgin mübarizə izləyirik. İkinci hissənin sonlarına yaxın Elmir. Ötürməsi. Qapıya zərbə və gol! Golun müəllifi. Cəsarətin zərbəsi və 2-0. Cəsarətin zərbəsi ilə Klimfix 2, Vətən 0. Vaxt get-gedə Vətən komandasının əleyhinə işləyir. Adəm və İbrahim arasında gərgin mübarizə, bu ikilinin mübarizəsi çox gərgin keçir. Oyunun bu dəqiqələrinə qədər Klimfix komandası ikinci qolla üstünlüyü daha da artırır. İlk turda da onlar qələbə qazanmışdı. Hələ ki ikinci turda da qələbəyə daha yaxındır. Adəmin zərbəsi Kənandan müdaxilə. İbrahim. Gözə yoxlamaq lazımdır. Elmir. Surət. Yoxlamaq. Şota baxmayın. Şota baxmayın. Bir-bir. Qapını yoxlayın. Şota baxmayın. Surət. Surətin zərbəsi və İbrahimdən gözəl reaksiya. Fərq azaltmaq olardı. Üçün zərbəsi ilə Vətən komandası top meydana daxil edir. Tələsir Vətən komandası. Asiman İbrahimə doğru ötürmə. Bayramov. Kiperə doğru ötürmə. Kənan. Əli. Əlinin ötürməsi. Asiman. Bayramov. Qapıya zərbə və gol! Bayramovun zərbəsi hesab arasında fərq azalır. Vətən 1, Klimfix 2. İkinci hissənin sonlarına yaxın hər iki komanda fəallıq nümayiş etdirir. Oyunumuzda bir anla canlanma yaranır. Mərkəz vuruşu ilə Klimfix komandası top meydana daxil edir. Hələ ki onları hesab qane edir, amma bu gol Vətən komandasını daha da ruhlandıracaq. Buna heç bir şübhəmiz yoxdur. İbrahim. Kənan. Uzun ötürmə, müdafiəçilər qarşılayır. Adəm. Adəmin ötürməsi. Qapıya zərbə və İbrahimdən müdaxilə. Üçüncü zərbəsi ilə Klimfix komandası top meydana daxil edəcək. Tələs bir onlar. Üçüncü zərbəsi ilə birbaşa qapıya endirilmiş zərbə. Zərbə təkrarlanacaq. Qapıya zərbə uğurla alınmadı. Düşüncə gözəl idi. Asiman yan xətdən top meydana daxil edir İbrahim. Bu ikilinin tandemi gözəl alınır. Asiman. Müdafiədə diqqətli olun. Surət. Gözəl hərəkətlər. Surətin zərbəsi və müdafiəçilərdən müdaxilə. Tələsir Vətən komandası. Bayramov. Düşüncə alınmadı. Düşüncələrin yerinə yetirə bilmədi. Əks hücum. Cəsarət ötürməsi. Fərq artırmaq olardı. Son cəhd uğurla alınmadı. Akşin. Yan xətdən Klimsk komandası top meydana daxil edir. Hakim tələsdirir onları. Elmir gözəl hərəkətlər. Qapıya zərbə. Yan xətdən. Yan xətdən Klimsk komandası top meydana daxil edir. Adəm. Sötürmələr, qapıya zərbə və Bayramovdan müdaxilə. İkinci hissənin sonlarına yaxınlaşırıq. Vətən 1, Klimfix 2 A qrupu çərçivəsində. Maraqlı bir qarşılaşma. Adəmin zərbəsi. Dəqiqliyi çatmır. Qapısı vuruşu ilə Kənan top meydana daxil edir. İbrahim. Yan xətdən top meydana daxil edir. İbrahim ötürmə Surət. Gözəl hərəkətlər. Qapıya zərbə istənilən kimi alınmadı. Rəqib müdafiəçilərdən gözəl şəkildə yayınmışdı.
Cəsarət. Top itkisi Elmir. Onun nəzarətə top meydanı tərk edir. İbrahim. Adəm istiqamətini ötürmə. Məhz top sonuncudan meydanı tərk edir. Asiman ötürməsi. İbrahim. Surət. Vətən komandası qol axtarışında. Surət. Gözəl hərəkətlər. Gözəl ötürmə və Akşindən yerində müdaxilə. Hesabı bərabərləşdirmək olardı. Sürətin ötürməsi qısa alınır. Adəm. Əşizum cəhdi Klinfix komandasının Adəmdən gözəl hərəkətlər. Komanda yoldaşlarını axtarır. Adəmin ötürməsi alınmadı. Surət. Surət. Bayramova doğru ötürmə. Bayramov. Akşin. Top itkisi. Cəsarət. Cəsarətdən gözəl hərəkətlər. Oyun davam edir. Surət. Dəqiqədə oyunumuz həyəcan yüksək səviyyədə. Yan xəttdən Vətən komandası top meydana daxil edir. Asiman. Tələsir onlar. Vaxt azalır. Asiman. Asiman ötürməsi Bayramov istiqamətində. Zərbəsi və gol! Mükəmməl zərbə! Oyunda tarazlıq bərpa olunur 2-2. Bayramovun dubulu. Klinfix 2, Vətən 2. 2-0-dan 2-2-yə. Oyunun sonlarına yaxın. Əhsən Bayramov. Özünün və komandasının ikinci qolu. Nələr baş verir, nələr. Əsarət. Klinfix komandası. Mərkəz vuruşu ilə topu meydana daxil edir. İbrahim. Növbəti qol axtarışında. Surət. Zərbəsi. Bayramov və gol! 3-2. Möhtəşəm. Sadəcə möhtəşəm geri dönüş. Vətən 3, Klinfix 2. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək olmur. Bəlkə də həmin anı yaşayırıq. Klinfix 2, Vətən 3. Nə baş verir bu oyunda? Oyunun bitməsinə az qalmış. Hissənin sonlarına yaxın. Vətən komandası Bayramovun etdirki ilə mükəmməl geri dönüş. Oyunda qısa fasilə yaranır. Birlik Liqası Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz və dəyərli xatirəsinə həsr olmuş futbol yarışmasında A qrupu çərçivəsində ikinci turun ilk oyunu. Vətən 3, Klinfix 2. Çox möhtəşəm və uzun ötürmə. Az qalsın 4-cü qolu izləyə bilərdik. Vətən komandası 4-cü qol axtarışında. Qapıya zərbə və az sayıda top qapıdan yan keçir. Birlik Liqası Ramanı qəsəbə şəhidi Cavid Cabbarzadənin əziz xatirəsinə həsr olmuş futbol yarışmasında. Vətən 3, Klinfix 2. Bayramovun zərbəsi və İbrahimin müdaxiləsi. 2-0-dan 3-2-yə oyun. 2-0 hesabından 3-2-yə oyunda çevriliş baş verdi. Bayramovun mükəmməl qolları sayəsində hat-trick gəlir Bayramovdan. Surət. Top Vətən komandasında uzun ötürmə Surətdən qeyd edək. İndi isə Klinfix komandası tələsir. Əslində hər şey onların istədiyi kimi, istədiyi məcrada davam edirdi. Göz zərbə, Surətdən müdaxilə. Akşin. Qol axtarışında Klinfix komandasını hesabı bərabərləşdirmək olardı. Kənan. Tələsmir Vətən komandası. Asiman. Surət. Akşin, İbrahim. Bir neçə seyvlə yadda qalıb İbrahim, amma onlarda onu qızanmaq olmazdı. Zərbələr mükəmməl idi. Bayramovun zərbələri mükəmməl və baxımda alınmışdı. Hələ ki Klinfix komandası topa nəzarət edir. Cəsarətə doğru ötürmə. Bəhlul. Yan xəttdən. İbrahim. Bəhlul. Ötürməsi cəsarətə doğru. Cəsarət. Ötürməsi. Tələsmir. Vətən komandasının onlar tələsmir. Kənan. Kənandan uzun ötürmə. Akşin. Adəm.
Son 3 dəqiqə. Oyunun və ikinci sayın başa çatmasına. Akşin. Bayramov irəliləyir. Bayramovdan gözəl hərəkətlər. Ötürmə cəhdi uğursuz alınır. Surət. Burada sərt bir müdaxilə vardı və sarı vərəqə təqdim olunur Surətə. Cərimə zərbəsi ilə. Hakim 5'ti ya. Elmiri görürük topun arxasında. Canlısa təyin olmuş məsafə çəkilir. Elmir, topun arxasında Elmiri görürük. Elmir ötürməsi. Bu bir ev tapşırığı. Qapıya zərbə və Kənandan gözəl reaksiya. Qəşər zərbə qeyri dəqiqə alınır. Sənin sonlarına yaxın hesab bərabərləşdirmək olardı. Vətən komandası qələbəyə anban yaxınlaşır. Bayramov istiqamətində ötürmə. Şut zərbəsi ilə Vətən komandası top meydana daxil edir. Vətən 3, Klimfix 2. İkinci turun ilk oyunu. İbrahim. İbrahim, Əli. Ötürmədə səhv. Elmir. Klimfix komandası tələsir. Oyunun bitməsinə lap az müddət qalıb. Adəm ötürməsi. Cəsarət. Qarşılı top içkiləri. Asiman topu uzaqlaşdırır. İbrahim. Klimfix komandası. Son cəhdlərini edir. Bəhlul. Bəhlul öz komanda yoldaşlarını tələsməsini söyləyir. Elmir. Klimfix komandası. Qol axtarışında İbrahim. Bəhlul. Ötürməsi uğursuz. Yan xəttdən Surət. İbrahim. Surət. İbrahim. Zərbəsi. Orada komanda yoldaşlarından heç kim tapılmadı. Elmir. Gərgin dəqiqələr oyunun sonlarına yaxınlaşırıq. Qısa ötürmələr Klimfix komandasından gözəl hərəkətlər. Ötürmə cəhdi uğursuz. Qapçı vuruşu ilə Vətən komandası top meydana daxil edir. Bayramov gözəl hərəkətlər və ona qarşı cərimə. Ona qarşı şovda oyun. Asiman. Ötürməsi Bayramov istiqamətində. Təkrar Asimana. Surət istiqamətində ötürmə cəhdi uğursuz. Elmirin ötürməsi, Asimanın müdaxiləsi. Cəsarət, Elmir. Elmir. Sarı, top aşağı. Uzun ötürmə və Kənan. Rəsmədən çətinlik çəkmədən topu qəbul edir. Asiman, Surət. Cəhd uğursuz. Həyəcan pik hətta. Gərginlik yüksək səviyyədə. İbrahimin zərbəsi geridə qalmış. Son saniyələr. Vətən komandasının qələbədən saniyələr ayırır. Möhtəşəm geri dönüşlə Bayramovun etdirki ilə adını çəkdiyimiz şəxs Əs Bayramov. Surət. Surət ötürməsi Bayramov. Bayramov. Orada bir sıxlıq yaranmışdı ki, oradan çıxmaq mümkün olmadı. Cəl çəkirdə Klimfix komandası topu meydana daxil etdi yan xəttdən. Yan xəttdən top meydana daxil edilir. Xətti yarmaq mümkün deyil, müdafiə inamla. Müdafiə olunur, müdafiə xətti. İnamlı görünür Vətən komandasında. Top Surətdə.
Yusuf İbrahim müdaxiləsi və maç başa çatır. Möhtəşəm və dramatik oyunda Vətən komandası 3 hesabı ilə qələbə qazanır. Klimfix 2, Vətən 3. Növbəti görüşlərdə görüşmək ümidi ilə. Tamam çayxancı 20